Deyir ki, kvadrat santimetrlə ifadə edin. Kvadrat santimetr. Əvvəlcə gəlin yazalım. 1 metrimiz neçə santimetrdir? 100 santimetrdir. Ancaq kvadratı olanda nə edirik? 10.000 olur. Çünki 100'ü 100'e vuranda nə edir? 10.000 kvadrat santimetr. 1 desimetrimiz neçə santimetrdir? 10 santimetr. Kvadratı neçə olur? 10'u 10'a vuranda. 100 santimetr kvadratı. Gəlin ifadələri yerini dəyişək. Baxın. Desimetri. 1 desimetrimiz neçə santimetrdir? 10'da. Ancaq kvadratla verirsə 100'dür. Demək 4800. Üzərinə. 1 desimetrimiz neçə santimetrdir? 10'da. O da 100'e vurur. 8300. Üzərinə. 1 desimetrimiz 10'da. Kvadratı olanda 900. Üzərinə. 1 desimetr 10'da. Yenə deyirəm 100 olur. 7800. Gəlin hesablayaq. 4800 üzərinə 8300 üzərinə 900 üzərinə 7800. Nə elədi? 21800. Keçirəm ikincisine. 1 metrimiz neçə santimetrdir? 100 santimetr. Ancaq kvadratı olanda nə olur? 10.000. 3'ü vuracam 10.000'e. Nə elədi? 30.000. Üzərinə bu ehtiyac yoxdur. Kvadrat santimetrdə elə özüdür. Yəni 14. Üzərinə 1 desimetrimiz neçə santimetr? 10 idi. Ancaq 100'e vuracam kvadratda. Oldu 1600. Üzərinə gəlirəm 78'e. Gəlin hesablayaq. 30.000 üzərinə 14 üzərinə 1600 üzərinə 78 neydir? 31692. Keçirəm üçüncüsünə. Üçüncüdə nədir? 1 metrimiz neçə santimetrdir? 100'dür. Kvadratı nə olur? 10.000. 5'dəki hissəsini 10.000'e vururam. Üzərinə 65'e gəlirəm. Çünki ehtiyac yoxdur. 1 desimetrimiz 10'dur. 100'e vururam. Üzərinə gəlim. 10'da 3'ü vururam 100'e. Üzərinə gəlim 89. Çünki ehtiyac yoxdur. Hamısını kvadrat santimetrə çevirməliyik. 10'dan 5 getdi. 2000. 2000'də 4000. Üzərinə 65. Üzərinə 10'dan 10 getdi. 30. Üzərinə 89. Gəlin bunları hesablayaq. 4000 üzərinə 65 üzərinə 30 üzərinə 89. Dört min 184. Keçirəm dördüncüsünə. 1 metrimiz neçə kvadrat metrdir? 1 metr kvadratı neçə elədi? 10.000. Baxın burada yazmışam. Demək, buna nə deyirik? 0'dan 1000'də 5 deyirik. Baxın, açıq yazıram. 1000'də 5'i vuracam 10.000'ə. Üzərinə 1 desimetrimiz 10 santidir. Kvadratı nə olur? 100. Nə alındı? 1200. Üzərinə 65 gəlirəm. 1000, 1000'dən gedir. Nə elədi? 50. Üzərinə gəlirəm 1200. Üzərinə gəlirəm 65. 1250 o da 3115 alınmalıdır.
Keçirəm 5-cisinə. Buna nə deyirik? %15'dir uşaqlar. 1 metrin kvadratı neçə santimetr kvadratdır? Kvadrat santimetr 10.000'dir. Yəni vuracam 10.000'ə. Üzərinə 1 desimetrimiz 10 santidir. Kvadratına nə olur? 100. Yəni 3'ü də vuraram 100'ə 300. Üzərinə gəlirəm 55'i. Cavabımızı alaq. Bu 100 ilə bu 100 gedir. Nə alındı? 1000 100. 2 sıfır getdi. 2 sıfırla 100. 2 dənə sıfır qaldı. 1500. Üzərinə 300. Üzərinə 55. 1800. Üzərinə də 55 gəlirəm. 1855. Keçirəm 6-cısına. Deyir ki, metrin kvadratını biz santimetr kvadratına çevirəcəyik. Bir də desimetr kvadratın kvadrat santimetrə. Bəli, başlayaq. 25'te 2'dir. 1 metrin kvadrat neçə santimetr? 10.000'dir. Yəni vuracam 10.000'ə. Üzərinə 80 gələcəm. Ona ehtiyac yoxdur. Elə kvadrat santimetrdir. 4'də 1 desimetrimiz 10'dursa vururuq nəyə? 100'ə kvadratına. Oldu. Üstünə gəldi 99. 100 ilə 25 getdi. Nə etdi? 4. 4. Bunu da 100'ə vururuq. 400 vururam 2'yə. Baxın 2'yi vururam 4'ə. 8. 100'ə vuranda 800. Üzərinə gəlirəm 80'i. Üzərinə gəlirəm 4'də 1'ə 100 nə edir? 25. Üzərinə gəlirəm 99'a. Gəlin edək. 800. Üzərinə gəlirəm 80. Üzərinə gəlirəm 25. Üzərinə gəlirəm 99. 1004. Cavabımız 1004. Keçirəm 4-cü tapşırığa. Dördüncü tapşırığımız baxırıq. Kvadrat santimetr, yenə də kvadrat santimetrlə ifadə edəcəyim. 1 metrimiz, gərək qalardı. 1 kvadrat metr neçə santimetrdir? 10.000. Bir desimetrimiz neçə kvadrat santimetrdir? 100. İndi keçirəm. 1 metrimiz neçə oldu? 1 metrimizin 100 idi. Onun kvadratı 10.000 oldu. Vururam 10.000'ə. 31'i 10.000'ə vuranda 4 dənə 0 gəlir yanıma. Üzərinə 13 desimetrimiz kvadrat santimetrə çevirirəm. Yanına neçə 0 gələcək? 2. 1300. Çıxılsın uşaqlar. Çıxılsın da. 1 metrimiz neçədir? 10.000'dir kvadratı. 16. Yanına 4 0 gətirirəm. Baxın 4 dənə 0 var. Gətirdim. Çıxılsın. 1 desimetrimiz neçə kvadrat santimetrdir? 1 desimetr kvadratı neçə kvadrat santimetrdir? 100'dür. Yanına 97'nin yanına da 2 dənə 0 gətirirəm. Nə edir? Burada yazıram. 141.600. Keçirəm ikincisine. İkincisine. 1 metrimiz neçə kvadrat santimetrdir? 1 metr kvadrat neçə kvadrat santimetrdir? 10.000'dir. 12'nin yanına 10.000'də neçə dənə 0 var? 4 dənə 0 var. Gətirəm yanına.
1 desimetrimiz kvadrat neçə santimetr kvadratdır? Kvadrat santimetrdə 100'dür. 25'in yanına 2 dənə 0 gətirirəm. Çıxılsın. 1 metr kvadrat neçə kvadrat santimetrdə? 10.000. Olur 40.000. Çıxılsın. 85 desimetrin kvadratı nə olur? 8500. Gəlin hesablayaq. 120.000 üstə gəlirik 2500 çıxılsın 40.000 çıxılsın 8500 74.000. Keçirəm üçüncüsünə. Baxıram bu nədir? 5'də 4. Kvadrat metri kvadrat santimetrə çevirirəm. Nə olur? Yanına 10.000'ə vururam. Üzərinə gəlirəm. 1 desimetrimiz neçə kvadrat santimetrdir? 100. Yanına 2'dən 0 gətirirəm. Çıxıram. 1 kvadrat desimetrimiz neçə kvadrat santimetrdir? 100. Onda 2'dən 0 gətirirəm. Çıxılsın. Kvadrat santimetr elə öz yerində qalır. 2500. Gəlin hesablayaq. 10'dur. 5'e gedir 2. 2000. 2000'ni 4'e vuranda 8000. Buranın cevabı nə oldu? 8000. 8000 üzərinə 3900. Üzərinə 3900. Çıxılsın 1700. Çıxılsın 2500. Nə etdi? 7700. Keçirəm bura. Deyir ki 1,2 metrin kvadrat. Santimetr kvadratını çevirəndə nə edirik? 10.000'ə vururuq. Yəni 10'da 12'ni vuracağım 10.000'ə. Çıxacağım 5'də 3. Metrin kvadratı santimetrə çevirəndə yenə 10.000'ə vururam. Çıxılsın. 1 desimetrin kvadratı neçə kvadrat santimetrdir? 100 kvadrat santimetrdir. Yəni 1800. Hesablayaq. 10'dan 10 gedir. Nə qalır? 1000, 12.000. Çıxılsın. 10'dan 5 gedir 2. 2000'i də 3'ə vuranda 6000. Çıxılsın 1800. 12.000'dən 6000 çıxanda 6000. 6000'dən də çıxıram 1800. Sondan 2 0. 10'dan 8 2. 5'dən də 4200. Cevabımız 4200. Keçirəm 5-ciyə. 8,8 kvadrat metri santimetrin kvadrat santimetrə çevirəndə nəyə vuruq? 10.000'ə. Yəni 10'da 88'dir uşaqlar. Vuram 10.000'ə. Çıxılsın 10'da 9. Kvadrat metrdə yenə nəyə vururam? Santimetrə çevirəndə kvadrat santimetr 10.000'ə. Çıxılsın 1 desimetr kvadrat desimetr neçədir? 100'dür. 100'ə vuranda nə eləyir? 2500. 0'dır. 0'a apardı. 88.000 alındı. Çıxılsın 10'dan 10 getdi. Nə alındı? 9000. Çıxılsın 2500. Səsin 8000'dən 9000'i çıxanda nə edir? 79.000. Çıxılsın 2500. 2'dən 0'dır. 10'dan 5 çıxanda 5. 8 qalmış. 8'dən 2 çıxanda
76.500. Cevabımız nə elədi? 76.500. Keçirəm 6-cısına. Bir kvadrat metr neçə santimetr kvadrat santimetrdə? 10.000'dir. 5 də 4'ü 10.000'ə vuracaq. Üzərinə gəlir. 88 kvadrat desimetr neçədir? 88 kvadrat desimetr. Buradadır. 100'dür. Olur 8800. Uşaqlar, mənim fikrim qaldı. Bunu yazdıq ya yox? Yox, yazmamışıq. Aha, bir yaxlan burada var imiş. Hə, ona baxıram. Hə, bir kvadrat desimetr neçə kvadrat santimetrdir? 100'dür. 2 ilə 0 yanına gətiririk. Bir kvadrat metrimiz neçə kvadrat santimetrdə? 10.000. Çıxırıq. Bir kvadrat desimetrin kvadratı neçədir? 100 kvadrat santimetrdir. Yəni 29'u 100'ə vuranda 2900 hesablayırıq. 10'dan 5 gedir 2. Yanına da 2000. 2000'i 4'ə vuranda 8000. İşte gəl 8800. Çıxılsın 10.000. Çıxılsın 2900. Gəlin hesablayaq. 8000 üzərinə 8800 çıxılsın 10.000 çıxılsın 2900. 3900 alındı. Cevabımız bu qədər. Qurtardı uşaqlar. Sağ olun.